İnsanlar bilmirlər axı. Xidmət ideyasından xəbərləri yoxdur. Ki, insanın mənası qulluq eləməkdir. Həqiqətə qul olmaqdır. Başqa insanın həyatın mənası yoxdur. Necə uşaq vaxtı onu işə göndərir ailədə, o hər bir işə qulluqçuluq eləyir. Ən yaxşı uşaqlar bizsiniz uşaqlardır. O yasda, toyda gedirsən, görürsən ki, kimsə qohumun uşaqlarıdır, cavan oğlanlar. Boşqab daşıyırlar, masalara xidmət göstərirlər. Ən mərifətli uşaqlar olardılar. Qızlar da orada mətbəxdə qabları yuyurlar, nələrsə bişirirlər, hazırlayırlar. Bir çox oğlanlar görürəm ki, cavan uşaqlar özlərinə yaraşdırmır gedib qohumlarının qabağına yemək qoysunlar, xidmət eləsinlər. Təkəbbür nümunələridirlər. Yaxından görürəm. Bir çox qızlar, mən mətbəxə gedim, mən mətbəxdə işləyim, mənim manikürüm xarab olar. Sənin gözəlliyin sənin xidmətindir. Xidmətin yoxdursa, qara qəpik qədər də dəyərin yoxdursa. Keçmişdə bunu bilirdilər, indikilər bunu unutublar. Ona görə o gedəcək orada Harvardda oxuyacaq, deyəcək, ideologiya odur ki, özün üçün yaşa.